Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli mən sizə Zeynalabdindən Qızıl Qönçələr əsərinin təhlilini danışacağam, yəni izahatını verəcəyəm. Deməli Zeynalabdin əsərində çox isti yay günü təsvir olunub. Deməli fəsli olaraq bizə yay yenə də nəzərdə saxlayırıq. Zeynalabdinə elə gəldi ki, Bibeybət mədənləri od tutub yanacaq. Torpaq qapqara idi. Elə bir qaranlığın bir parçası abşarına çökmüşdü. Zeynalabdin Bibeybətdə şərikli aldığı torpaqda neft çıxacağını gözləyirdi. Şəriki bu yerdən su da çıxmaz deyib gedir. Zeynalabdin borc pul tapıb şərikinin haqqını verir. O əməyin hədər getməsini düşünürdü. Sonra ötən günlərini yada salırdı. Hələ 10 il əvvəl atası Tağı kişi Zeynalabdinə öz yanında işləməyi, yəni pinəkçilik etməyi təklif edir. Deməli atasının nə sənət ilə məşğul olduğunu öyrənirik, pinəkçiliklə məşğul olduğunu öyrənirik. Zeynalabdin bənna olmaq istədiyini bildirir. Ata etiraz eləmir. Zeynalabdinin anası Ana xanım ölmüş. Atası ikinci dəfə evlənmişdi. Ailə çətin dolanırdı. Ona görə də Zeynalabdin 12 yaşında tikintidə fəhlə işləməyə başlayır və 18 yaşına qədər davam edir. Sonra bənna olur, podratçı, memar kimi işləyir, pul yığıb Bibeybətdə yer alır. Amma indi pulu qurtarmışdı. Nisyə işləmək istəyən də yox idi. Kinoda biz bunu görə bilərik. O külünk və belini götürüb özü quyu qazmağa başladı. Günlərin birində quyudan səs gəldi. O anladı ki, quyu hər an fontan vura bilər. Birazdan quyu fontan vurdu. 1873-cü avqustunda quyusu fontan vurdu. Zeynalabdin 1-2 il sonra milyonçu oldu. Neft fontan vurandan sonra sanki pul da fontan vurmağa başladı. Zeynalabdin ilk dəfə öz-özünə ev tikdirdi. O, həm də Azərbaycan ədəbiyyatının bilicisi idi. Başqa milyonçular böyük ev tikdirdiyi üçün onu qınayanda dilinə bu bayatı gəlir. Bu qala bizim qala bayatı gəlir. Bu qala bizim qala, həmişə bizim qala. Tikmədim özüm qalam, tikdim ki izim qala. Həmin evdə indi Azərbaycan Tarixi Muzeyi yerləşir. Qız məktəbinin tarixi haqqında 1898-ci ildə bina tikməyə başlayır. 1900-cü ildə tamamlanır. Bu vaxta qədər Zeynalabdin həccə getmişdi. Bakının 150 kilometrindən şollar su kəmərini çəkdirmişdi. Qız məktəbini açmaq üçün 3 dəfə müraciət eləmişdi. İmperator 3-cü Aleksandr razılıq vermirdi. Yalnız ölümündən sonra deməli İmperator 3-cü Aleksandr razılıq vermirdi. 3 dəfə də müraciət edib. Yalnız ölümündən sonra 2-ci Nikolay taxta çıxır. Zeynalabdin onun arvadı Aleksandra Fyodorovnaya bahalı hədiyyə göndərib bundan sonra qız məktəbini açmaq üçün icazə alır. Çara bildirir ki, məktəbə Fyodorovnanın adını verəcək. O bütün bunlar xalqı üçün eləyirdi. Nikolaydan icazə alınır, lakin başın köhnə dindarları, qoçları küçələrə çıxıb, "Va-veyla, abrumuz, həyamız, dinimiz əlindən getdi" deyə qışqırırlar. Hacı qorxub geri çəkilmir. Onun bir şüarı var. Mənim yer altından çıxan pulumun yer üstünü bəzəməlidir. Məktəbin tikintisi o zaman qızıl pulu ilə 184 min manata başa gəlir. Hacı İstanbuldan, Məkkədən, Mədinədən, dini mərkəzdən adamlar dəvət etdi. Onlar dedilər ki, müsəlman qızları da məktəbdə təhsil ala bilərlər. Bundan sonra qız məktəbi açıldı. Həsən bəy Zərdab həyat yoldaşı Hənifə xanım Məlikova ora müdir təyin olundu. Əvvəl burada 58 nəfər oxuyurdu. Bütün xərci hacı çəkirdi. Qızlar pulsuz yemək, geyimlə təmin olunurdular. Sonra məktəb seminariyaya çevrildi. Dünyanın hər yerindən Bakıya gələn qonaqlar məktəbdə olurdular. Bir dəfə İran şahı öz arvadı ilə gəlir. Şahın arvadı qızların hər birinə qızıl boyunbağı keçirilmiş bir onluq qızıl bağışlayır. Qızlar burada Tağıyevin atalıq qayğısı ilə oxuyurdular. Və indiki elə kinoya da baxsaz uşaqlar. Orada çox şey sizə aydın olar. Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkilib. Deməli, epik növdədir, hekayə janrında yazılıb. Hadisənin ifadə üsulu təhkiyədir, üsulu. Əsər milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunub. Zeynalabdin pinəkçi oğlu olub, anasını tez itirib, 12 yaşında işləməyə başlayıb, atasının yolunu getməyib, bənna olmaq istəyib. 18 yaşına qədər çalışıb, pul yığıb, Bibeybətdə yer alıb, quyu qazdırır. O milyonların xalqı üçün xərcləyir. Hekayədən göründüyü kimi Azərbaycan Tarixi Muzeyi, Şollar su kəməri tikintisi, Bakı qız məktəbi bunlar sadəcə hekayədə bəhs olunanlardır. Əslində tarixdə çox şey var o ilə bağlı. O özünün yox, xalqın mənafeyini düşünür. Qız məktəbi açılması maneə çox idi, lakin Tağıyev fikrindən dönmür. Sona qədər mübarizə aparır və istəyinə nail olur. Əsərin ideyası yalnız özünü deyil, xalqın mənafeyini düşünənlər, xalq üçün çalışanlar əbədilik qazanırlar fikridir. Və Qızıl Qönçələr əsəri, gəlin onun da təhlilinə baxaq. Deməli, Qızıl Qönçələr birinci hissə Firuz qocadır əsas. Evə gün batanda qayıdır, o bazarda işləyir, yük daşıyır. Bəzən iş olmur, saatlarla anbarın yanında gözləyir. Axır vaxtlar o şəhərdən kənarda olan
Xalça karxananın birinin qabağında ağaca söykənib fikirləşir, gözləyir. Karxanadan çıxan uşaqların arasında nəvəsi də var idi. Kim idi o? 7-8 yaşlı olan Sürəyya. Deməli, Firuz qoca və Sürəyya. Sürəyya zirzəmidə böyümüşdü. Şikəst idi, ayaqları işləmirdi. Firuzun bu qızdan başqa kimsəsi yox idi. Oğlu qazanc dalınca getmiş, ancaq bir xəbər yox idi. Oğlu qazanc dalınca gedib, xəbəri yoxdur, gəlin isə vəfat etmişdi. Ya, oğlu gedib, xəbəri yoxdur, gəlin isə vəfat edib. Birdən yasa ikisi də vəfat edib. Yox, oğlundan xəbərimiz yoxdur, gedib. Sürəyya bu karxanada işləyir. Qoca onu hər səhər küləyində gətirir, axşam aparırdı. Bugün Firuz qazanmamışdı. Nəvəsi qazandığı pulla axşam yeməyi üçün yolda səngək alır. Qoca çox üzülür. İkinci hissədə axşamlar onlar rütubətli zirzəmidə otururlar. Axşam onlar rütubətli zirzəmidə otururlar. Baba nəvəsinə gözəl nağıllar danışardı. Süreyyanın karxanada işləməyə başladığı bir ildən çox olardı. Burada yüzlərlə oğlan və qız uşaqları çalışırdı. Onlar 50-dən çox dəzgah arxasında işləyirdilər. Uşaqlar hərdən mahnı oxuyar, Sürəyya oxumazdı. O bütün diqqətini işə verərdi. Toxuduğu qönçələr məşhur idi. Karxananın nəqqaşda toxunacaq qızıl qönçələri Sürəyya üçün nəzərdə tuturdu. Üçüncü hissədə qış gəlir. Lakin qoca Firuzun zirzəmisində buxarı yanmırdı. Odun yoxdur. Sürəyya səhərə qədər titrəyirdi. Bir gün o Sürəyyanın vaxtını əvvəl gətirib karxananın qapısına qoyub getdi ki, böyük ambara yük daşınacaqdı. Bəlkə qazanım çox olar və odun ala bilərdi. O cəld işləyə gün ortaya qədər 50 tay daşımışdı. Növbəti tayrabini çiyninə götürüb ambarın pilləkəni aşağı enməyə başladı. Lakin birdən gözləri qaraldı. Əli ilə haransa tutmaq istədi. Belindəki yükü yerə atmaq istədi. Bacarmadı. Daş kimi ambarı boşluğuna yuvarlandı və ambarın döşəməsinə sərildi. İki ambal ona tərəf yürüdü. Onu ambardan çıxartdılar. Lakin artıq gec idi. Dördüncü isə axşam uşaqlar karxanadan çıxanda qar yağırdı. Uşaqların çox ayaqyalın idi, evlərinə tələsirdilər. Yoldaşları Süreyyanı karxanadan çıxardılar. Lakin Firuz hələ gəlməmişdi. Uşaqlar təəccüb etdilər. Qərar aldılar ki, biraz gözləsinlər. Firuz baba gəlmədi. Uşaqlar Süreyyanı evlərinə aparmaq istədi. Süreyya razılaşmadı. Hamı getdi. Süreyya tək qalıb babasını gözləməyə başladı. Ya birdən qoyub getmirdi. Uşaqlar oyuna dayanırlar bir müddət. Soyuq bədəninə işləməyə başladı. Gecə keçir, baba gəlmirdi. Süreyyanın qəlbində babasına qarşı bir küskünlük yarandı. Ağlamağa başladı, amma heç nədən xəbəri yox idi. Süreyya əvvəl babasını, sonra kiməsə bir insanı köməyə çağırdı. Anladı ki, babası gəlməyəcək, tək qalıb. Karxananın qapısına tərəf sürünmək istədi. Bəlkə orada qar yağmayan bir künc tapa bildi. Səhər açılmışdı. Süreyya karxanada divar arasında qısılıb qalmışdı. Başqa hansı əsəri soyuqdan donan uşaq obrazı var. Əvvəldə keçmişik. Bundan biraz əvvəllərdə. O sanki yuxu görürdü. Böyük bir qızıl bir günəş vardı. Yaşadığı zirzəmi ilə günəşli idi. Onun toxuduğu xalçaların üzərindəki qönçələr açılır, qızılgülə dönürdü. Sürəyya bu qönçələrin üzəri ilə yürürdü. Lakin birdən kimsə onu bu aləmdən uzaqlaşdırmağa başladı. Digər əsərdə donan uşaq həmin anda nəyləri xatırlayırdı? Bahar deyirdi. Onun qolundan tutan adam karxananın qoca nəqqaşı idi. Nəqqaş onu otağına aparıb uzatdı. Yarım saat sonra qız sayıqlamağa başladı. O babasını çağırdı. Harda qalmısan baba? Bax qönçələr açılır. Bunlar mənimdir. Qoca uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra həkim gəldi. Lakin artıq gec idi. Həkim uşağın keçindiyini bildirdi. Nəqqaşın gözləri yaşla doldu. Uşaqlar daha mahnı oxumur, hər kəs işləyirdi. Bu uşaqlar ona günəşi gözləyən qönçələr kimi göründü. Sürəyyanın son sözlərini xatırlayıb dedi. O gün gələcəkdir. Günəş doğacaq, qönçələr açacaqdır. Deməli, əsərin təhlilində biz görürük ki, o epik növdə hekayə janrındadır. İfadə üsulu təhkiyədir. Əsər hadisələr Cənubi Azərbaycanda baş verir. Mövzu uşaq həyatı, uşaq taleyi. Təhkiyəçi müəllifdir. Hekayənin qəhrəmanı Sürəyya adlı qızı, Sürəyya atasız, anası, babasının himayəsində yaşayan uşaqdır. O şikəstir. Ayaqları işləmir. Babası onu hər gün karxanaya aparır. Orada Sürəyya digər həyəməşadlar ilə birgə xalça toxuyur. Əsər faciəli sonluqla bitib, Sürəyya soyuqda donar, həyatını itirir. Sürəyya tək deyil, o cür həyat sürən minlərlə uşaqlar ümləşmiş obrazıdır. Firuz qocadır, evi yoxdur, zirzəmidə nəvəsi ilə yaşayır. Oğlu qazanc harca gedib, ondan xəbəri yoxdur, gəlin də vəfat edib. O hamballıq edir ki, şikəst olan nəvəsini yaşada bilsin. Yük daşıyır. Bəzən iş olmadığı vaxtlarda saatlarla gözləyir ki, bəlkə yük daşıdan oldu. O bəzən nəvəsinin qazancına möhtac olur. Bu ona çox əzab verir. Soyuq düşdüyündən istilik lazım. Lakin odun almağa pulu yoxdur. İş tapan günü çox yük daşıyır ki, odun ala bilsin. Lakin birdən ürəyi dayanır və babası ölür. Əsərin ideyası nədir? Gələcək gözəl, azad, işıqlı günlərin gələcəyinə. Sürəyya kimi uşaqların xoşbəxt yaşayacaqlarına inam hissinin aşılanması idi.
Bu qədər uşaqlar, növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.